İranda evlilik ve doğum sayılarında rekor seviyede azalma son aylarda devlet kurumlarının ard arda xəbərdarlıq etmesine sebep olup, yarı resmi Təsnim Ajansı ciddi təhlükə signalı başlığı ile yaydığı xəbərdə Şərqi Azərbaycanda evliliklerin bir il ərzində %29 azaldığını bildirib. Məlumata göre geçen kış vilayette her iki evliliğe karşı bir boşanma düşüb. Sebepler iktisadi bilinmezlik, ailelerin ağır talepleri ve iş baskısı. Devlet medyası evliliği teşvik eden programlar ve reklamları artırıp, ama İktisat Dünyası gazetine göre iktisadi böhran neticesinde evlilik kredisinin gerçek değeri çok azalıp, gənclərin evliliğini desteklemek için meclis ve hükümetin müəyyən ettiği bu kredi 2024'ten beri 300 milyon tümendi ve banklar tarafından verilir. Bu kreditleri almak da rahat değil. Mehr Xəbər Ajansının məlumatına göre 1 milyon insan evlilik ve doğum krediti növbəsində. Təşviklərin gənclər üçün yetersiz qalması səbəbilə diqqət ailələrə yönəlib. Qadın haqları fəalları nigarandır ki, erkən nikahın qanuni olduğu ölkədə bu siyasətlər uşaq evliliğinin artmasına yol aça bilər. Bir yandan da hakimiyyət savaştan sonra şəhər meydanlarında təşkil etdiyi İktidar Geceleri adlı tədbirlərdə kütləvi nikah mərasimləri ilə asan evlilik modelini təbliğ eləyir.